Qəmli günündə də problemlər səni sandı, gid otur hərdən o qəbirlərə bax, dinən ki, indi bunlar üçün nə fərqi var? Dünyada kimin nə dərdi var, nə problemi var? Nə qədər çəkəcək ki, müddəti çox azdır. 100 dəfə bunu danışmışam. Bəhlul Danəndə hikmətli, ibrətli hadisələr nəql olunub. Ömrü ərzində nə qədər ibrətlər qalıb ondan bizim üçün. Deyir, cəmaatdan bezmişdik şəhərdən. Gedib oturmuşdu qəbristanda. Xəlifənin vəziri də təsadüfən buradan keçir. Vəzir necə keçər? Mühafizə ilə, qoşunla, ordu ilə, taxtın üstündə, çiyinlərində bunu kəcavədə aparırlar. Birdən gördü, Bəhlul oturub qəbristanda danışır. Cəmaat elə bilirdilər, o dəlidir, hamıdan ağıllı idi. Danışır, o da ona ələ salmaq üçün dedi, bu şəhərin gözəl mənzərəsini qoyub gəlib qəbristanda oturub ölülərlə nə danışırsan? Deyir, dedi, heç nə soruşuram onlardan ki, neyinirsiniz, necəsiniz deyib, biz bir karvanıq, yola düşmüşük, bir dayanacaqda dayanmışıq, gözləyirik, siz gəlib bizə qoşulasınız, yolumuza davam eləyək. Bunu deyirlər mənə. Yola çıxmışıq, bərzəx adlı bir dayanacaqda dayanıb sizi gözləyirik ki, siz də gəlib bizə çatın, bir yerdə səfərə getməliyik. Ondan sonra vəzir istəyir getsin, vəzir düşüncəyə dalır bu sözdən. Getmək istəyəndə deyir, bir dəqiqə deyən, amma bu sümüklərə də baxıram burada. Heç bilmirəm hansı vəzirin sümüyüdür, hansı şahın sümüyüdür, hansı sadə adamın sümüyüdür. Heç sümüklərin içində fərqi yoxdur. Deyir, o bir-iki dənə nəsihəti ilə vəzirin də sözü qalmır. Yəni, o taxt ki, oturmuşsan, nə qədər oturacaqsan orada? Nə qədər oturacaqsan? Qısa sürətlə keçib gedəcək, heç nə qalmayacaq sənə. Nuh Peyğəmbər deyir, dünya bir qapıdan girib otağa, bir qapıdan çıxmaq qədərdir. Nuh Peyğəmbər ki, ömrü 1000 ildən çox idi. Bunu deyirsə, biz də düşünək ki, 70 il göl nədir, 80 il nədir?